dəri aşılamağın ikinci videosudur. Bunu dünən göstərmişdik, nətər duzlayıb büküb qoyuruqsa. Əslində 2 gün saxlasaz daha yaxşı olar, amma dünən şənbə idi, heyvanı kəsdik, duzladıq, bugün bazar, sabah işli olmalı, yəni səhər tezdən. Ona görə biraz qısa müddət, 1 günlük eləyirik. İndi bu dərini açacağıq, içinin duzu açan kimi dağılır, ona görə yeri bir qab qoymuşam, sonra tullamağa. Dünən mümkün qədər təmiz soymağa çalışmışdım, amma bəzi yerlərdə kənarlarında xüsusilə yağ qalmış olur, balaca ət hissələri. Onun hamısını təmizləyəcəyik indi. Bugünkü video bu işin ən çirkli, ən sevilməyən hissəsidir yəni. Dediyim kimi ən çətin, çirkli, yağlı və yorucu hissəsidir. 1 saat da bunun üstündə işləyirəm. Bitdi. İndi bunu yuyacağıq. Dərini duzlayandan sonra yuduq, hazırladıq. İndi zəy. Bax bu zəydir. Bu belə satılır bazarlarda filan. Nə işə yarayır bilirsiniz? O vaxtlar bərbərlərdə olurdu belə bir parça. Kiminsə üzünü kəsəndə sürtür, qan dayanır. Bu maddə orqanik olan materialları öldürür. Tutaq ki, deyək, dəri hal-hazırda heyvanın üstündən çıxmış, onun bir hissəsidir. Bir həftə bunda qalacaq, bunu suda. Çıxanda taxtadan ya da daşdan bir fərqi olmayacaq. Buna görə qurd da düşmür dəriyə. Çox möcüzəvi bir şeydir. Fərqli istifadələri də var. Mən Şəkidə bazardan almışdım bunu. Tapa bilirsiniz. İndi resept nətəridir? Bu reseptdən ötürü də onlarla ingilis dilində videolara baxmışam, məqalələr oxumuşam, idealını tapmaqdan ötürü. 4 litr suya 1 kilo duz, 100 qram zəy əlavə edirik. Tərəzi ilə çəkib, dərimiz balacadırsa, mənimki məsələn 20 litr su kifayət eləyir. Daha böyükdürsə 30 litr ya da daha çox eləyirsiniz. Bu nisbətdə artırırsınız onu. Hə, bir dənə problemi var ki, bu gec əriyir. Bu günlərin məsələn hər şeyi töküb qarışdıracağıq. Duz anında suda əriyəcək. Amma o, yəni son gün, 7 gündən sonra 7-10 gün arası qalmalıdır. Dərini oradan çıxardanda da görürsən ki, belə balaca hissələri qalıbdır. Ona görə mümkün qədər ovu toz kimi eləyib tökmək məsləhətdir. Bu da yuyub təmizlənmiş çiçək kimi dərimiz. İndi bunu bura qoyuruq, hər 12 saatda bir yüngül belə qarışdırırıq. 7-10 gündən sonra çıxartmalıyıq. Mən böyük ehtimalla gələn həftə sonu gəlib bunu çıxardıb bir dənə qəşəng paraşokla yuyub, sonra qurumağa qoyacağam. Yəni növbəti video bir həftədən sonra olacaq. Bizi izləməyə davam edin.